Vətən müharibəsi şəhidimiz Xocalı rayon Kosalar kəndindən olan Ramazanlı Əlzamin Umudoğlu'nun Kosalar kəndində doğma ata-baba yurdunda qoyulmuş xatirə lövhəsi. 9 may tarixi şəhidimizin doğum günüdür. 9 may tarixi həm də şəhidimizin ata-baba yurdu olan Kosalar kəndinin işğal günü idi. Biz neçə illər ərzində Kosaların işğalının il dönümünü qeyd edirdik. Ancaq Əlzamin öz doğum gününü qeyd etmirdi. O, Bərdə rayonunun Şirvanlı kəndində dünyaya göz açmışdı. O, öz doğum gününü ona görə qeyd etmirdi ki, onun doğum günü Kosaların işğal tarixi ilə eyni günə düşmüşdü. Vətən müharibəsi başlayanda Əlzamin öz silahına sarılaraq torpaqlarımızın azadlığı uğrunda igidliklə döyüşlərə qatıldı. Onun ən böyük arzusu Kosalar kəndinə ilk olaraq Azərbaycan bayrağını asmaq idi. Təəssüf ki, o öz arzusunu özü yerinə yetirə bilmədi. Ancaq onun döyüş yoldaşları, şanlı Azərbaycan ordusu onun arzusunu, amalını yerinə yetirdi və bugün Əlzaminin ata-baba yurdunda, Kosalar kəndində, qəhrəman Kosalar kəndində, Qırqızda qartal yuvası olan Kosalar kəndində Azərbaycan bayrağı dalğalanmaqdadır. Ruhun şad olsun şəhidimiz. Məkanın cənnətdir. Qəlbimizdə əbədi yaşayacaqsan.